Gəlin sınağımızdan bir neçə suala baxaq. 12-ci sual. Futsal idman oyununa aid qeyd olunan mülahizələrdən neçəsi doğrudur? Birinci mülahizəmiz belədir ki, hər iki komanda 4 nəfər oyunçu ilə meydançada qalıbsa və komandalardan hər hansı biri qol buraxırsa, qovulmuş oyunçunun yerinə dərhal ehtiyat oyunçulardan biri meydana daxil olur. Bu fikir doğrudurmu? Xeyr, bu fikir səhvdir. Çünki biz demişik ki, futsalda əgərsə bir oyuncu qovulursa, azlıqda qalan komanda qol buraxırsa dərhal onun yeni ehtiyat oyunçu daxil olur. Amma burada görürük ki, hər iki komanda da 4 nəfərdir. Əgər bir komandada 5, digər komandada 4 nəfər olsaydı, bəli, bu zaman dərhal daxil olacaqdı. Amma belə olan halda 2 dəqiqə tamam olduqdan sonra həmin qovulmuş oyunçunun yerinə ehtiyat oyunçu meydana daxil ola bilir. Bu mülahizəmiz səhvdir. İkinci mülahizə. Qapıçı cərimə meydançasında 4 saniyədən artıq topa nəzarət edə bilməz. Bəli, bu mülahizə doğrudur. 3. Mübahisəli top 4 saniyə ərzində yerinə yetirilməlidir. Xeyr, səhvdir bu. 4 saniyə qaydası futsalda 2 halda tətbiq olunmur. Biri mərkəzdən oyuna başlarkən, ikincisi də 6 metrlik cərimə zərbəsi. Heç biz bunu qeyd etmirik və əksər hallarda niyə görə? Mübahisəli topu hakim atır. Təbii ki, bu halda 4 saniyə qaydası tətbiq olunmur. Amma digər hallarda hər birində 4 saniyə qaydası tətbiq olunur. 3 səhvdir. 4. Yan xəttdən oyuncu topu birbaşa öz qapıçısına ötürür və qapıçı cərimə meydançası daxilində topu tutursa, sərbəst zərbə təyin olunur. Bəli, bu fikir də doğrudur. Oyun zamanı və ya yan xəttdən oyuncu topu birbaşa bilərək öz qapıçısına atır və qapıçı cərimə meydançası daxilində o topu tutursa, sərbəst zərbə təyin olunur. Bu fikrimiz də doğrudur. 5. Müdafiə olan komanda qapının yerini dəyişirsə, qol olursa, qol sayılır. Bəli, yerini dəyişirsə, top qapı xəttini keçirsə, bu zaman qol sayılır. Hücum edən etsəydi, qol sayılmayacaqdır. Deməli, neçə mülahizə doğru oldu? 3 mülahizə doğru oldu. Cavabımız olacaq burada A variantı. Gəlin 30-cu suala da baxaq. Maraqlı sualdır. Qeyd olunan mülahizələrdən deyir, hansı doğrudur? Futbolda mərkəzdən oyuna başlarkən zərbəni yerinə yetirən komandanın oyunçuları mərkəzi nöqtədən ən azı 9,15 metr məsafədə olmalıdırlar. Təbii ki, 9,15 metrlik məsafə rəqib üçündür. Zərbəni yerinə yetirən oyunçunun komanda yoldaşları sadəcə meydançanın özlərinə aid olan hissəsində olmalıdır. Ona görə bu fikir səhvdir. B. Futbolda top hakimə toxunur və birbaşa qapıya daxil olursa, mübahisəli top təyin olunur. Bəli, bu hal bizim üçün sayılır nə? Mübahisəli top. Ona görə bu fikir doğrudur. Digərləri, basketbolda hər perioddan sonra komandalar meydançada dəyişmə edirlər. Xeyr, yalnız bir dəfə. Birinci hissədən sonra komandalar dəyişmə edirlər. D variantı, futsalda gündən zərbə zamanı rəqib oyunçular ən az 3 metr məsafə saxlamalıdırlar. 5 metr məsafə saxlamalıdırlar. Y variantı, 3-3 basketbolda follara görə maksimum 3 cərimə açı təyin oluna bilər. 3-3 basketbolda maksimum 2 cərimə açı. Amma basketbolda bəli, qayda pozuntular zamanı maksimum 3 cərimə açı təyin oluna bilər. Doğru cavabımız oldu B variantı. O 39-cu sualımıza baxaq. Deyir ki, əvəz etmə sayında məhdudiyyət yoxdur, lakin oyuncu əvəz etmə xəttindən meydanı tərk etdikdən sonra ehtiyat oyuncu meydana daxil olur. Bu qayda hansı idman oyununa aiddir? Təbii ki, burada bu tipdə sualları biz tapmaq üçün ilk olaraq nəyə baxırıq?
əvəz etmə xəttinə. Düzdürmü? Əvəz etmə xətti hansı idman oyunlarında tətbiq olunur? Futsal, bir də ki, handbolda. Baxırıq cavablarda handbol yoxdur. Bu zaman təbii ki, cavabımız nə olacaq? Futsal. Yəni futsalda əvəz etmə proseduruna aid olan bir qaydadır bu. Bilirik ki, əvəz etmə zamanı hakimdən icazə almağa ehtiyac yoxdur. Bu zaman sadəcə meydan oyuncusu 5 metrlik hissədən meydanı tərk etdikdən sonra onun yerinə ehtiyat oyunculardan biri meydana daxil olur. Gəlin 40-cı sualımıza da baxaq. Hansı idman oyunlarında hər taymat üçün 60 saniyə vaxt verilir? Futbolda bilirik ki, ümumiyyətlə taymat yoxdur. Ona görə cavablardan bunu çıxırıq. Düzdürmü? Basketbol. Basketbolda bəli, hər taymat üçün 60 saniyə vaxt verilir. Gəldik 3x3 basketbol. 3x3 basketbolda isə 30 saniyədir. Deməli, bunu götürmürük. Futsal, bəli, taymat var və futsalda 60 saniyə vaxt verilir. Voleybol, voleybolda da taymatlar üçün neçə saniyə? 30 saniyə vaxt verilir. Burada cavabımız oldu 2 və 4. A variantı.